Yasamal rayonu Zərdabi küçəsində 167 saylı orta məktəbin yaxınlığında Oba marketli üzbəüz qanunsuz tikinti aparılır. Bu barədə Az Politika məlumat verib. Məlumatda deyilir ki, ətraf binalar üçün zibil qutularının yerləşdiyi ərazi zəbt edilərək yerində qanunsuz tikinti aparılır. Belə görünür ki, rayon icra hakimiyyəti artıq satmağa yer tapmadığından zibil qutularının yerini də satmağa başlayıb. Bu gedişlə əhali zibilini atmağa yer tapmayacaq. Azərbaycanda uzun illərdir ki, bayram günlərində tez tələsik qanunsuz tikintilərin aparılması təcrübəsindən geniş istifadə olunur. Adətən icra hakimiyyəti ilə qarşılıqlı anlaşma əsasında sahibkara qanunsuz tikinti üçün qiyabi icazə verilir. Daha doğrusu buna icra hakimiyyəti tərəfindən göz yumulur. Bu proses məhz bayram günlərinə o səbəbdən salınır ki, həmin günlərdə dövlət orqanları çalışmır və deməli güya icra hakimiyyətinin də bu səbəbdən qanunsuz tikintidən xəbəri olmur. Qeyd edək ki, Yasamalın icra başçısı Elşad Həsənov yeni kadrlardan sayıla bilər. 2015-ci ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən 5-ci çağırış Milli Məclisin deputatı olmuş Həsənov 2019-cu ildə rayona başçı təyin edilib. Göründüyü kimi onun dövründə də icra hakimiyyəti qanunsuz tikintilərə əvvəlki köhnə münasibəti saxlamaqdadır. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.